Şabranda az yaşlı qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Doğru Xəbər Azərbaycan bildirir ki, dünən saat 16 radələrində rayon sakini 1991-ci il təvəllüdlü Günay Meylaverdiyeva və 9 yaşlı qızı Gül dəm qazından zəhərləniblər. Azyaşlı qızın həyatını xilas etmək mümkün olmayıb. Anası isə xəstəxanaya yerləşdirilib. Baş vermiş faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır. Bakıda dəhşətli hadisə baş verib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, martın 8-i saat 13 radələrində 2013-cü il təvəllüdlü Yəzdan Pənah Atillapurya yaşadığı Həmidov küçəsindəki çoxmərtəbəli binanın 14-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yerə yıxılıb. O hadisə yerindəcə həyatını itirib. Baş vermiş faktla bağlı araşdırma aparılır. Balakəndə də azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə olub. Doğru Xəbər Azərbaycan bildirir ki, Hənifə kənd sakini 2022-ci il təvəllüdlü Rəvan Məmmədov yaşadığı evin həyətində su vannasına düşərək boğulub. Uşağın həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş faktla bağlı araşdırma aparılır.